Cəmiyyətinin adından bugün şəhidlər xiyabandımızı ziyarət edirik. Bugünləri sevgi və bərəkətli şəhidlərimizin anım günüdür. Sevgilər və ümid 2025-ci il. Allah bütün şəhidlərimizi rəhmət eləsin, məkanları cənnət olsun. 44 günlük 2-ci Qarabağ müharibəsi dünyanın misli görünməmiş uğurlu hərbi əməliyyatı idi. 27 sentyabrda başlanan və zəfər ilə bitən 2-ci Qarabağ müharibəsi xalqımız üçün təkcə anım günü deyil, həm də tariximizin qəhrəmanlıq səhifəsidir. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq Cənab Prezidentimiz İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə sentyabrın 27-si ölkəmizdə anım günü kimi qeyd olunur. İnkişafa dəstək 2023 İctimai Nəzarət Cəmiyyətinin Salyan rayon təşkilatının sədri Şəlalə Əsgərova, şəhid və qazi ailələr üzrə sədr müavini Rəsmiyə Səmədova, Salyan rayonunda anım gününün 5-ci il dönümü ilə əlaqədar vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etdilər. Təqvimin bu günündə Azərbaycan xalqı qəhrəmanlığını dünyaya nümayiş etdirməklə bir daha sübut etdi ki, vətənimizi sevə və uğrunda şərəflə ölə bilərik. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik. Hörmətlə Salyan rayon təşkilatı.